2025-ci il Azərbaycanda Konstitusiyamızın 30 illiyi və suverenliyimizin 5 illiyi kimi tarixi bir ildir. Sentyabrın bu mənalı günlərində 44 günlük Vətən müharibəsinin başladığı dövrlərdə ürəyimiz qürur və ehtiramla doludur. 44 günlük Vətən müharibəsi xalqımızın milli qürurunu özünə qaytardı. Tarixi ədaləti bərpa elədi. Lakin o həm də dünyanın hər bir yerində haqsızlıqla, zülmlə üzləşən xalqlara bir ümid işığı oldu. Ədalət var, o gec-tez bərqərar olacaq. Lakin bunun üçün çalışmaq və inanmaq lazımdır. Bu qüruru bizə yaşatdığı üçün Müzəffər Ali Baş Komandanımıza, milli ordumuza və canlarını fəda etmiş şəhidlərimizə dərin minnətdarlığımızı bildiririk. Məhz onların sayəsində bugün biz güclü və müstəqil Azərbaycanda yaşaya bilirik. Gənclərimiz bu müstəqilliyi qoruyacaq, qələbəmizi hifz eləyəcək və Konstitusiyamızın dəyərlərinə sadiq qalaraq xalqımızı, vətənimizi firavan gələcəyə daşıyacaqlar. Biz də təşkilat olaraq gənclərimizin daim vətənpərvər, bilikli və məsuliyyətli yetişməsi üçün daim çalışacağıq və onların inkişafına töhfə verməyə çalışacağıq. Çünki Azərbaycanın gələcəyi məhz gənclərimizin əlindədir. Yaşasın Azərbaycan, qoy bizim müstəqilliyimiz, suverenliyimiz əbədi olsun, birliyimiz heç zaman sarsılmasın.